düzgün çıxarda bilməz, paltar asmaqda çətinlik çəkər, onlara istiqamət verir. Sizdə nəyisə öyrənsin. Demişəm, təkrar deyirəm. Münasibət, böyük qardaş, balaca qardaş münasibət. Bizim daxili nizam-intizam. Salam əziz izləyicilərimiz, bugün Bərdə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzundayıq. Mən də bir rayon sakini olaraq öz övladımı bu üzgüçülük kompleksinə gətirmişəm. Gördüyünüz kimi su şəffaf və gündəlikdə dezinfeksiya olunur. Müəyyən maddələrlə dezinfeksiya olunur. Buradan üzgüçülük rayon sakinlərinə deyirəm ki, idman adı gələndə ən birinci növbə sağlamlıq ağlımıza gəlir. Sağlam olmaq lazımdır. Ona görə də rayon sakinlərini də dəvət edirəm ki, öz övladları ilə birgə bu üzgüçülük hovuzuna buyursunlar və sağlamlıqlarını qorusunlar. Rövşən Əliyev, üzgüçülük üzrə məşqçi müəllim. Mən bugün üzgüçülüyün nə qədər önəmli evlatlarımız üçün, yeniyetmələrimiz, uşaqlarımız, gənclərimiz üçün nə qədər önəmli olduğunu bir daha vurğulamaq istəyirəm. Üzgüçülüyün insan orqanizminə həddindən artıq böyük köməkliyi, böyük bir faydası var. Mən deyərdim ki, üzgüçülüyün insan orqanizminə verdiyi faydasına görə üzgüçülük idmanının ən gözəl, mən deyərdim ki, şah növüdür. Üzgüçülüyün əhəmiyyəti barədə çox danışmaq olar. Ancaq mən bu günlərin qeyd eləmək istəyirəm ki, bütün valideynlərimiz diqqət mərkəzində saxlasınlar ki, hər bir evladımız bugün üzməyi bacarmalıdır, üzməyi öyrənməlidir və onun xeyrini, bəhrini görməlidir. Çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, son illərdə Respublikamızın müxtəlif bölgələrində dəniz, çay, kanal, göl kənarında istər istirahətdə olarkən, istər digər vaxtlarda suda boğulma hadisələrinə rast gəlirik. Bunu mən xüsusi ürək ağrısı ilə qeyd eləmək istəyirəm. Bunun da səbəbi nədən ibarətdir? Ondan ibarətdir ki, onlar üzməyi bacarmayıblar. Əgər bacarsalar, yəqin ki, onlar bu günlərin sağ olardılar, yanımızda olardılar. Hər bir valideynə mən səslənmək istəyirəm ki, evlatlarını mütləq şəkildə mütəxəssis yanına göndərib ona üzməyi öyrətsinlər. Yəni, bu onların gələcəkdə nə dərəcədə mühüm olduğunu o bariz nümunəsi olacaq. Və bundan başqa qeyd eləmək istəyirəm ki, üzgüçülük eyni zamanda son vaxtlar kütləvi olaraq yayılan skalyoz və kifoz xəstəliklərinə qarşı dünya səviyyəsində bir nömrəli müalicə hesab olunur. Bütün dünya mütəxəssisləri, yəni onurğa xəstəlikləri olan skalyozun və kifozun müalicəsi kimi ona önəm verirlər. Odur ki, yəni bu skalyoz yaranmadan uşaqlarımızı üzgüçülüyə dəvət edib, onlara üzməyi öyrətmək və gələcəkdə o xoşa gəlməz halları yaşamamaq üçün hər bir valideynə, hər bir yeniyetməyə, gəncə səslənirəm ki, bununla bağlı bizim məsələn, çox potensial böyük imkanlarımız var. Bərdə rayonunda, Bərdə şəhərində üzgüçülük hovuzu ən yüksək standartlara cavab verən bir hovuzdur. Həm gigiyenik baxımından, həm suyun keyfiyyəti baxımından, temperaturu baxımından. Bugün Bərdə rayonunda üzgüçülük hovuzu, ümumiyyətlə idman kompleksi mərkəzi öz fəaliyyətini çox yüksək səviyyədə aparır və bir həkim kimi mən buranın həm daimi üzvüyəm, yəni üzgüçülük məsələləri üzrə həmişə burada təxminən bir 10 il olar iştirak edirəm və bizim xəstələrin müalicəsində də, yəni bu üzgüçülük idman kompleksinin çox böyük əhəmiyyəti var.
ən çox da uşaqlarda onurğa sütununun əyriliklərində, yəqin ki, bu kadra baxan mənim xəstələrim hamısı məni xatırlayacaq. Onurğa sütununun əyriliklərində olan müalicə prinsiplərinin içərisində ən önəmlisi üzgüçülükdür. Yəni, əlavə məsələlər də var, onları xəstələrə başa salmışıq. Amma üzgüçülük ən önəmli yer tutur. Nəinki xəstəliklərdə, ümumiyyətlə insan sağlamlığının quruluşunda, uşaqların inkişafında, onların gələcək titullarında idman kompleksi, eləcə də üzgüçülük çox böyük rol oynayır. Mən məsləhət bilərdim ki, bütün valideynlərə uşaqları, yəni erkək yaşlarından üzgüçülüyə öyrətsinlər, gətirsinlər, yəni burada qeydiyyatdan keçsinlər və üzgüçülüyü öyrənməkləri daha önəmlidir. Və hətta belə onurğa sütununda əyrilik olmayan uşaqlara da ehtiyacdır ki, yəni gələcəkdə skalyoz məsələləri olmasın. Yəni bu saatı indiki dövrdə ən mühüm problemli bir məsələdir ki, onurğa sütununun əyrilikləri əlilliyə aparan bir xəstəlikdir. Belə də ki, insan üçün həyat varsa, sağlamlıq olması üçün idman həmişə var. İdmana da arzu eləyərdim ki, nəinki xəstələr, bütün, yəni, əsasən də Bərdə əhalisi, çünki Bərdədə yerləşdiyinə görə deyirəm, kənar rayonlarından da pasientlərimiz var, gəlib üzgüçülük hovuzunda iştirak eləsinlər, üstünlər, sağlamlığını qorusunlar. Rəşad müəllim bu üzgüçülük hovuzuna rəhbər təyin olunandan bəri üzgüçülük idman kompleksində ümumiyyətlə çox böyük yeniliklər olub. Yəni, burada əsas məsələlərdən, önəmli məsələlərdən biri də suyun sterilizasiyasıdır. Suda olan antimikrob şəffaflandırıcı məsələləri. Yəni, orada mən özüm gedib şahid olmuşam aşağıda. Yəni, orada 6-7 cür dərmandan istifadə olunur. Yəni, şəffaflandırma, göbələk əleyhinə, mikrob əleyhinə, sonra əleyhinə dərmanlardan istifadə olunur ki, bu da birbaşa bütün xəstəliklərin profilaktikası deməkdir.